Siz de buradasınız. Ben burada ya. İnternette olanlardan haberler var. Ben de gözünden gördüm. O simptomlarında bir adam vardı. Adapte oldum. Oldum ama sırtlanmıştım. Sizin sorunuz olarak dinlemedik. Yeni bebeği. Hazır ol hanım kız. Sen bunu bilmeyeceğim bir tecrübe göster. Deməli, belə çıxır ki, biz yeni bir müəmma ilə qarşı-qarşıyayıq. Amma hər halda bu məsələdə biz qabaqlayıcı tədbirlər görməliyik. Fidan, xəstəliyin simptomları nədir? Doktor, əsas simptomlar insanın düşünmədən danışmağı, yəni ağlına gələn danışmaqdır. Ən axırıncı mərhələdəki səpmə, qızdırma, tərləmə. Yəni fikirləşin mən dünən... Elə bir küçədə cəmaata izah eləyirsən, ya? Doktor, biz indi gücləndirilmiş iş rejimində çalışmalıyıq. Cavabını bildiyimiz sualları vermə, Feyləxmin. Vay vay, yenə də gəldi bu vəba əyyamı. Amma nəzərə almalıyıq ki, biz özümüzü də qorumalıyıq. Dürdane xanım düz deyir. Özünüzü qoruyun. Fidan, mən bugün işlərim varsa, mənim yerimə işləyərsən də yaxşı. İşini bitirərsən, sonra gedərsən. Hə, oldu. Ne çok iş var ki. Ay kız, senden mi? Arada bir göz giye bak. Gör ne gündesən. Bana zəhmət olmasa maskanızı qaldırın. Keçin. Keçin əyləşin, indi sizə yaxınlaşacaqlar. Yaxşı, gəlin yüzmə eləyək. Əlimizdə nələr var? Virusun 3 növü var. Aha. Qəbul edici, daşıyıcı, iflic edici. Birinci qəbul edici. Qəbul edici çox nadir olur. Təhlükəli heç bir şey yoxdur. Sadəcə qəbul eləyir, daşımır, keçirmə ehtimalı da yoxdur. Tək simptom ondan ibarətdir ki, açıq danışmaq. Yalan danışa bilmir. İkinci, daşıyıcı. Daşıyıcı, bu növdə virus daşınır, qızdırma olur, keçirmə ehtimalı olmur. Tək simptomu isə yenə açıq danışmaqdır. Üçüncü mərhələ ən ağır mərhələdir. Burada bütün simptomlar var. Qızdırma, tərləmə, səpki, danışa bilməmək, tərləmək, səpki. Yəni bunlar, bütün mərhələlər özünü göstərir burada. Biz gələn analizləri dəqiq yoxlamalıyıq. Əsas budur. Bəs bu xəstəliyə, bu virusa çarə tapsaq olmaz? Bizim işimiz müayinə eləməkdir, Fidan. Fidan, sən Allah başımızı bəlaya salma.
Qızlar, mənə deyəsən nəsə olub. Mən özümü çox qəribə hiss edirəm. Doktor, qəribə yəni necə? Bilirsiniz, elə bil mən özüm deyiləm. Belə məndə hiss edirəm ki, nəsə çatışmır. Doktor, siz elə bir normal danışmağa başlamısınız, Yox, mən belə şeylərə öyrəşməmişəm. Xahiş edirəm, məni xilas edin. Doktor, sizdən soruşmaq istədiyim o qədər şey var ki, indi tam vaxtıdır. Ay Dürdane, mən nə hayda, sən nə hayda. Doktor, qızdırmanız var? Yox, belə fiziki olaraq heç bir şikayətim yoxdur. Onda mən düşünürəm ki, sadəcə qəbul edicidir sizdəki. Amma hər ehtimala qarşı analiz vermək lazımdır. Doktor, inanın ki, indi belə olmağınız bizim tam işimizə yarayır. Aa. Doktor, deyəsən bu virus mənə də yoluxub. Mən heç doğru düzgün danışığımı da bitirmişim. Sən əla danışırsan. Bizə elə bu lazımdır da. Yox, doktor. Axı mən özüm kimi hiss edə bilmirəm. Bizə səni hiss eləmək yox. Başa düşmək lazımdır, başa. Gelebilirsin. Ama bu açıdan da ben aldım. Biliyorsun açıklamıştan felaket seviyorum. Bilirsiniz hanım, açık ben korkarak bir hastaneyim. Daha bir sesatlarım var. Ulan ben razıyım. Beni burada geçişimi saklayabilirsiniz. Böyle bir şey lazım olsa biz size diyelim. Ama ki burada kalmamasını biz vermez diyor. Vallahi gitmek istemiyorum. Benim buna ihtiyacım yok. Siz gelin aramda olun. Biz size diyelim. Ha tuttum bunları, dirədim divara. Dedim bana bırakın kızı. Oğlanla İlyas doktor yoktu. Qorxularından dilləri tutulmuşdu, tərpənəmirdilər. İnanmırsan, filandan soruşarsın. Özü oradaydı, hər şey təsdiqləyəcək. Karışım ben soru. Gel. Ha Fidan, geç otur. Necəsən? Yaxşıyam. Maskalarınızı nə tapmışsınız? Mən nəfəs ala bilmirəm maskadan. Otur, əyləş. Otur. Nə danışırdınız? Evet, boş ver. Eşitdiyim düzdür. Düzdür, qəbul edici virus Xalid doktoru yaxalayıb. Təəssüf ki, amma qəbul edicidir. O qədər təhlükəli deyil. Yəni yaxşı tərəfi də var ki, onu xilas eləmək istəmirik. Niyə? Çünki tam başa düşmək olur onu. Yəni normal danışır. Necə? Biz Xalid doktor başa düşürük də. Nə danışır? Mənim ona bir-iki sualım var, mən onu verməliyəm. Bayaq gələndə də 8 nəfər tutdu məni, soymaq istəyirdi. Tutdumlar, demələr, bura gəlin, bir gəlin amma. Birini belə yıxdım, birini ilə belə vurdum. Doktor, ben sizden bir şey soruşmalıyım. Dürdane, bu dəqiqə heç nəyə həvəsim yoxdur. Xahiş edirəm, məni kaçırma. Doktor, bunlar çok vacibdir. Zəhmət olmasa baxın da. Yaxşı, göstər görüm nə söyləyəcəksin. Gəl. Doktor, można? Yox. Можно da doktor. Mənim sizə bir-iki suallarım olacaq. Nur, посмотрите, пожалуйста. Xanbala, sən bunu keçən dəfə də məndən soruşmuşdun. Mən də sənə hər şeyi izah elədim. Ну, доктор, я тогда вас не понимал. Xanbala, birincisi öz dilində danış. İkincisi, dur buradan basma ver. Окей.
zərurət hardan doğdu? İnsanlar çarə istəyir. Həm də bu mövzu mənim özümə də maraqlıdır. İş vaxtı buna icazə verə bilmərəm. Bu bizim işimiz deyil. Onda işdən sonra qalıb işləməyimə icazə verin. Sən hələ bizdə sınaq müddətindəsən. Bu sənin səlahiyyətində deyil. O qədər şeydən sonra hələ də məni soğumada layiq görmürsünüz. Başa düşmədim. Sən elə bilirsən ki, burada bir macəra yaşadın artıq özünü bizdə işləyə hesab eləyə bilərsən, hə? Hə? Səncə mən emosiyalarla qərar verən birini oxşuyuram, hə? Mən buyam, yəni. Solomedə layiq gördüyüm Ben biliyorum ki biz bir yerde yerleriz. Bir daha. Hele ortada hiç ne yoktu. Görünen odur ki bu pandemiye hele çok bakılacak. Biz de dişimizi görmeliyiz. Başa düştün. Doktor, esin maliyette kesin haklarda olacaklar. Ha? Başa düşmüşsen yok. Yaxşı. Eğer görseydi alınmaz, onu da dayanamaz. Şimdi yaxşı. Ama inanırım ki biz bunu başaracağız. Şimdi siz bunu başaracağız. Biraz ehtiyatlı ol da.
Doktor görürsüz. Virüs düşündüğümüz kadar da qəliz değilmiş. Ah, dayanmadan işlədik. Amma Fidan, inan ki, heç nə fikirləşə bilmirəm. Beynim çox yorulub. Siz istəyirsinizsə istirahət edin. Ah, bir dəqiqə. Əgər virusu Doktor yaxşısınız? Doktor gelin tez. Gelin. Gelebilirsiniz. Gelin. Gelin.
Ay Fidan. Fidan. Aferin. Aferin sana. Yaptın. Dedim bak size. Size bacıyı. Sen bacıyı. Ben artıyorum. Şehir. Sizin aldığınız analiz sayesinde buyursun. Sayesinde. Siz istirahat edin. Sizin canım. O zaman. Doktor yaxşısan, yaxşı yoxdur. Fidan. Senden açık konuşma. Sen ilk defa buraya gelende ben dedim ki bu kızın yerine tecrübeli biri gelsin. Belki tecrübeli bir adam gelseydi bunların hiçbiri olmayacaktı. Ben de böyle düşünüyorum. Öyle olduğu gibi devam edecek. Ama şimdi sen benim yarım olan benimle. Ben seni özür istedim. Senden arzu dediğin gibi doktora karşı vereceksin. Doktoruma karşı ediyorum. Yaşamayı seçiyorum. Size çok şey oldu. Gerçekten. İlk defa ki böyle gelmemiş. Siz bana teşekkür ederim. Sağ olun, teşekkür ederim. Biz bizim işe hissediyorsunuz. Sabah ayak kızlarından çoxuydu. Halsız idim. Danışa bilmirdim. Yine nisbətən yaxşı şey. Sizi tebrik ederim. Siz bu lütfen iki sağlam hazinesiniz. Sizin sayenizdə. Açığı, qızdırmalı olanda biriniz bura ağlıma gəldi. İstəmədim evə gedib, evdəkiləri yoxdu. Güzel yapmışsınız. Siz də üzrlü sayın ki, sizin klinikada istəməyə məcbur oldum. Ama böyle görünür ki yaxşı gizlənməmsiz. Biz hem sizi tapsıq, hem de virüsü her birden. Çox sağ olun. Siz sağ olun. Siz Ha doktor. Doktor. Doktor paketini yiyek. Götürün
danışır da. Hə, qızlar. Mən hazır. Doktor biz de bir de onu danışırdık. Diyelim belki eləməyək, elə bu cür qalasınız. Siz nə danışırsınız? Siz heç bilirsiniz mən nələr çəkirəm. Ver onu. Ver onu, ver özüm vuracam. Ey mənə tənə qılanlar, bülbül şeyda qəfəsindən azad olur. Eşq olsun doktor. Kim başa düşürdüydü? Gül gel bəni bil, gəl kəfimə şubi kəvaməz. Sultan-ı cəhanəm, bekmi ruzi qulaməz. Sadəcə mən rayona getmək istəyirəm, ailəmin yanına. Özün bilərsən, seçim sənin, qərar sənin. Sən Solomitdə olmayanda da Solomit var idi, sən olanda da səndən sonra da olacaq. Əsas odur ki, xeyli təcrübə qazandı. Elə təcrübə olaraq da qalsın. Yaxşı yol. Amma nə çətinliyin olsa mənə deyərsən. Sən sənə uğurlar verdim. Həm də burada təcrübə keçdiyin üçün sənə sertifikat verəcəyik. Çox sağ olun doktor. Fidan, Bəli. sabah bura jurnalistlər gələcək. Müsahib üçün. Mən də onlara səndən Dürdanə doktor haqqında danışdım. Gəlsən yaxşı olar. Axı söz vermişəm. Başda doktor. Gələcəm. Sağ olun. Oy Fidan, Kayzalar. Necəsən? Yaxşıyam doktor, siz necəsiz? Mən də yaxşıyam. Eşitdin də, hamı Solomitdən danışır. İlyas doktor bir kanalla razılaşıb, bizdən gəlib müsahibə götürəcəklər. Bat. Lap yaxşı. Amma Nə amma? mən işdən çıxıram. Saçın? Doktor,
Mən fikirləşirdim ki, özüm kimi qalaraq peşəkar bir həkim ola bilərəm. Amma indi özümü tanımıram. Mən səni başa düşürəm Fidan. Sən çətin periodlardan keçmirsən, bəlkə də keçirsən. İndi sən bu nailiyyətləri axı necə sən görməzdən gələ bilərsən? Həm də sən bizim kollektivi əməli başa dəyişdirmisən, bizi kollektiv eləmirsən sən. Bunlar qoymayacaq edə bilərsən Fidan. Doktor, mən bura gələndən siz həmişə mənə yaxşı davranmısınız. Sadəcə siz. Səbəbini bilmirəm, amma Sən bilirsən mənim niyə cibimdə konfektör olur? Çünki mənim qızımın adı Fidandır. O həmişə mənim cibimə konfetlər doldururdu. İndi mən bu konfetləri sənə qaytarıram.